Şəkidən Bakıya gedirəm. Marşrutdakı şofer tanış olduğu üçün yanında oturmuşam. Şofer başladı yoldayken dövlət belə, xalqına belə zülm edir, yeyir, talayır, heç xalqı vecinə almıyor filan. Sonra söhbət dinə gəldi və dindən sual verdi. Mən də dinin nə olduğunu bir iki kəlmə ilə izah etdim buna. Yanımda arkada oturan birisi bunu eşittiği zaman müdahale edip dedi ki ya ne din min dedi. Ya bırak kardeş, bunlar hamısı boş şeylerdir. 5 günlük dünyadır. Ye, iç, keyfini çek. Bunu eşiden şoför de bakıp ona təsdiq mahiyyətində gülür. Dedim ki bak bayaqdan şikayet edirsən. Bak senin ve o kardeşin seviyesinde, fikrinde, ağlında olanlar bu dəqiqə bu dövləti idarə edir. Onların eline bu fürsət keçib, onlar da yiyib talayır, keyfini çıxarır. Daha senin şikayet etmeye ne hakkın var ki? Çünkü senin fikrinde olan birisidir de onlarda. Sabah senin eline keçse bu dövlət, bu hakimiyyət, bu fürsət, sen de yiyip talayacaksan, keyfini düşüneceksin. Yani Allah'tan korkmayan, sorumluluk taşımayan halkına karşı, milletine karşı. Yani bu insanlardan ne hak hukuk gözlüyorsan ki adam Allah'a karşı sorumluluk taşımır. Kısacası xülasə, Allah'tan gelen bütün peygamberler, elçilerin məqsədi insan fitrətində olan müsbət keyfiyyətləri həyata keçirmək və adil, gözəl bir cəmiyyət qurmaq üçün göndərilib. Eğer siz de bir cəmiyyətdə haqq ədalət istəyirsinizsə, axtarırsınızsa, bu kitaba müraciət etməlisiniz. Bu kitabda olanları həyata əks etdirməlisiniz. Dövləti dindən ayırmaq, dövləti haqdan, ədalətdən ayırmaqdır. Dövləti siyasətdən ayırmaq, əxlaqsız siyasət yürütmək deməkdir. Dini siyasətdən ayırmaq, dini təlim tədrisdən ayırmaq, tələbəni şikəst etmək deməkdir. Din dedikdə, əslində Allahın dinini, kitabını qəsd edirəm mən. Yoxsa bugün cəmiyyətdə inanılan və həyata keçirilən sünnilik və şiəlik deyil. Eğer bunları tədris təlimə qoyarsanız, bu gələcək nəsli şikəst etmiş olursunuz və həqiqətdən, haqq ədalətdən də uzaq salmış olursunuz.